2016 il aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Dövlət İmtahan Mərkəzi yaradılmışdır. Dövlət İmtahan Mərkəzinin yaradılmasından 10 il keçir. Təbii ki, bu orqana qədər də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Tələbə Qəbul Dövlət Komissiyasının yaradılması 10 minlərlə Azərbaycanlı gəncin şəffaf şəkildə imtahan verməsi və onun nəticələrinin elan olunması ilə Azərbaycan təhsilində böyük hadisələr baş verdi. Əslində, Tələbə Qəbul Dövlət Komissiyası və bugünkü Dövlət İmtahan Mərkəzi Azərbaycan elminə, Azərbaycan təhsilinə və ümumiyyətlə imtahanla bağlı olan baxışları dəyişdi. Bu baxışlar nədən ibarətdir? Savadın varsa, uğur qazanırsan, kənar heç bir vasitə yoxdur, imkan yoxdur, təzyiq yoxdur və bu mənada uzun illərdir ki, Azərbaycan təhsili şəffaf şəkildə və etibarlı insanların əlində olmaqla Azərbaycanın dünya dövlətləri arasında inteqrasiya olunmasına və Azərbaycanlı gənclərin təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda da uğurlu təhsil alması üçün şərait yaradır. Təbii ki, bir daha qeyd etmək istəyirəm ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan gənclərinin oxunması üçün, imtahan verməsi üçün, eyni zamanda Azərbaycanlı əhalinin Dövlət İmtahan Mərkəzinə inanması onu göstərir ki, təhsillə bağlı imtahanlar etibarlı əllərdədir və bu istiqamətdə uğurlarımız artır. Xüsusilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın hər yerində bu istiqamətdə uğurlu işlər gedir və mən də fürsətdən istifadə edərək Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illiyi ilə bağlı Dövlət İmtahan Mərkəzi rəhbərliyini, əməkdaşlarını ürəkdən təbrik edirəm və əminəm ki, Azərbaycan təhsilinin inkişafı üçün bundan sonra da onların uğurlu işləri olacaq və hər bir Azərbaycanlı, Azərbaycan vətəndaşı da Dövlət İmtahan Mərkəzinin ədaləti ilə öyünəcək və bu istiqamətdə işlərini aparacaqlar.